buğda istehsalı. Biz cəmi 55% səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, elə bu səviyyədə bizdə buğda istehsal olunur, baxmayaraq ki, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır və onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təmin etmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, ithal 1 milyon 267 min ton. Bax, bu ithalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100% özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55% qəbul edilməz rəqəmdir və bu mütləq artmalıdır.